Salam, xoş gəlmisən. Yəqin ki, Instagramdakı bu hədəflər, ali məqsəd məsələlərini izləmisən, amma mənim ürəyim çox doldu, ona görə danışmaq lazımdır. Və qərar verdim ki, biraz da YouTube-da söhbətləşək. Ola bilər ki, sən elə bilərsən ki, ali məqsəddən qaçmağın çox da sənə baha başa gəlməsin. Elə bilərsən ki, ali məqsədindən qaçanda yaxşı olar. Həyat əslində ali məqsəddən qaçanda dayanmır, davam eləyir, amma əksinə başqa cür bir formada davam eləyir. Hər şey normal görünür, iş var, günlər keçir, insanlar var, hər şey yaxşıdır, amma içində izah olunmayan bir yorğunluq var və bu yorğunluq getdikcə səni günbəgün tükədir. Bu yorğunluq fiziki deyil və bu istiqamətsizliyin yorğunluğudur. Nəyin istiqamətsizliyini? Hansı ki, səni daxildən dəstəkləmir bu yol və ali məqsədindən qaçan insanlar çox vaxt özünü məşğul saxlayır ki, çox işləsin, çox plan qursun, çox inkişaf eləsin, dırnaqarası inkişaf və o görsün ki, əslində yol gedir və davamlı belə özünə nəsə desin və təsdiqləsin, əsas olayından uzaqda qalsın. İçindən bir səs isə həmişə belə deyir, bu mənim həyatım deyil və mən bunun üçün irəliləmək istəmirəm. Qaçmağın ilk bədəli sevinçsizlikdir, sonrası həvəssizlik, ən sonda isə gəlir narazılıq. Hansı ki, insan deyir, bilmirəm, niyə heç nə məni sevindirmir, əslində bilir, amma etiraf eləmir. Etiraf eləmir ki, o nədən qaçır. Və bu etirafsızlıq, bu özünə yalan danışmaq onu biraz daha tükədir. Ali məqsəddən uzaqlaşan insanlar tez-tez özlərini günahlandırırlar. Onlar deyir ki, mən tənbələm, mən nankoram, mənim xarakterim belədir. Yəni, yükü yıxmağa bir yer tapır. Amma problem odur ki, sən öz yerində deyilsən. Bunun xarakterlə bir əlaqəsi yoxdur. Həyat səni cəzalandırmır. Səni xəbərdarlıq edir, boşluqlar verir, boşluq hissi verir, yorğunluq verir, daxili narahatlıq verir. Sənə siqnal verir ki, tərpən, öz yerinə keç. Və bu əlamətlər olub keçəcək kimi izləmək üçün deyil. O dinlənilib və nəzərə alınmaq üçündür. Ali məqsədindən qaçmağın ən ağır tərəfi isə budur. İnsan başa düşür ki, özünə xəyanət eləyib və bunu yavaş-yavaş eləyib və hiss eləməyib. İndi isə bu özünə xəyanətin bədəlini ödəyir. Bir gün seçim gəlir və sən yenə qaçırsan və sonra baxacaqsan ki, itirdiyin nələr var. O itirdiyin şeylər sənin ruhuna işləyəcək. Ali məqsədindən qaçmaq mümkündürmü? Hə, amma onun bədəlini ödəməmək mümkündürmü? Yox. Sən həyatda gəlmə məqsədindən qaçsan, yaşaya bilərsən, amma bu qaçmağın bədəlini ödəmədən yaşaya bilməzsən. Bəs ali məqsədə doğru ilk addım deyə baxsaq, konkret nə eləməliyik deyə baxsaq, onları mən artıq bu videoda danışırım. Əgər izləməmisənsə, mütləq get Instagramda bu seriyanı izlə. Çünki seriyada həqiqətən sənin üçün dəyərli çox məlumat var. Ali məqsədi olan insanlar daha huzurlu və daha sakindirlər. Onlar daxili təlatümü bitirə bilər. Ali məqsədi olan insan daha ağıllı olduğu üçün sakit deyil. O, daha az istədiyi üçün, heç də gözü olmadığı üçün də belə deyil. O, harda durduğunu bildiyi üçün huzurlu, sakit və sabitdir. Ali məqsədi olan bir insan artıq panikası azalıb. Çünki o hara getdiyini bilir. Hər qapını döymür, hər çağırışa qaçmır, hər fürsəti dəyərləndirməyə çabalamır və yəni hər gördüyü fürsətə tullanmır və hər fürsəti itirməyi də etki kimi görmür. Müqayisə sönür, başqalarının yolu onun üçün artıq təhlükə deyil. Öz yolunun ritmini tapmış bir insan rəqibinin irəli getməyindən narahat olmur. Ali məqsədi olan insan gecikmiş hiss eləmir. Başqasının sürəti onu narahat eləmir. Başqasının ümumi olaraq uğuru onu sıxmır. Xarici təsdiq ali məqsədi ilə hizada olan insan üçün əhəmiyyətsizdir. Alqış olmasa da yolu dəyişmir və bəyənilməsə də öz yolunda qalmağa davam edir. Və bu sakitlik dediyim şey laqeydlik və vecsizlik deyil. Bu öz yerində olmaqdır və öz yerində olmağın gətirdiyi real hisslərdir. Ali məqsədi olan insan bağırmağa, səsini qaldırmağa, özünü sübut eləməyə, yetərli olduğunu göstərməyə ehtiyac duymur. Çünki onsuz da onun içində yetərliyəm hissi var. Ona görə də belə insanlar adətən az görünürlər, az danışırlar. Amma yerləri görünür. Öz yerində olan insanı sən təyin edə bilərsən. Hətta diqqətlə baxsan görə bilərsən. Məhz bu tip məlumatları verən insanlar hansılar ki, öz yerlərindədir, sən onların səhifəsinə baxanda bunu görə bilirsən. O özüdür, hansısa bir xüsusi qəlibə girməyib və özü gedir gəlir.
üçün çox normaldır. İnsan həmişə daimi eyni olmur və o gedib gəlmələrdə onun səhifəsində, paylaşımında, geyimində, dostlarında, çevrəsində görünür. İdealı oynamır. İdealı oynayan insanlar yerində deyil. Çünki insanların heç birinin yeri ideal deyil. Elə şey yox. Və bu huzur keçici bir şey deyil. Bu daxili razılığın, daxili konfliktlərin bitməyinin, daxili dəstək mexanizmlərinin qurulmağının nəticəsidir. İndi isə mənlə birlikdə zehninə bu cümləni qazımağını istəyirəm. Sakitlik, huzur, boşluqdan yox, istiqamətdən, məqsəddən, yolda olmaqdan doğan bir şeydir. Ona görə bu yolda özünə səmimi olmağın çox vacibdir. Ali məqsədimi tapdım. Bu deməkdir ki, mənim həyatımda qorxu bitdi? Yox. Ali məqsədini bilən, hiss edən insan qorxusuz olur deyə bir şey yoxdur. Əksinə, onlar öz qorxularını daha aydın görürlər. Çünki onlar artıq nəyi itirəcəyini bilirlər, nəyi seçdiyini bilir və bu bir məsuliyyət yaradır. Daha realdır. Və işin maraqlı tərəfi odur ki, qorxu burada onu geri çəkən bir düşman deyil, əksinə sərhəd saxlamağını göstərən bir siqnaldır ki, buradan qorx və bu tərəfə getmə. Ali məqsədə yaxınlaşdıqca qorxu yoxa çıxmır, sadəcə formasını dəyişdirir. Yəni bacarmaram qorxusu gedir, amma yerinə geri dönə bilmərəm. Bu yola çıxmışam. Bu qorxu gəlir. İnsanlar anlayır ki, bu yol seçəndən sonra köhnə həyata qayıtmaq olmayacaq və məhz bu nöqtə insanları titrədir. Dərslərimdə olmusunuzsa bu sözü eşitmisiniz. Həmişə deyirəm. Əzizim, bu dərsdən sonra əsla əvvəl kim olmayacaqsan. Bu demək deyil ki, möhtəşəm olacaq. Bu deməkdir ki, sən ya buradan sonra məsuliyyəti götürəcəksən, ya da bundan sonra bunları bilməyin və etməməyin ağırlığını yaşayacaqsan. Ona görə seçim elə. Bir çox insan bu mərhələdə dayanır və bu qorxunun içində bir sual var da, hazırammı mən özümə sahib çıxmağa? Və məhz buna görə də ali məqsədini bilmək çox vacibdir ki, sən onu dinləyəsən, amma idarəni ona verməyəsən, o qorxuya. Qulaq asırsan, hə? Amma dinləməyin lazımdır. Qorxu deyir ki, dayan. Ali məqsəd isə deyir ki, buradayam. Və bu iki səsi ayrışdırmağı öyrənəndə həyatında ciddi sıçrayış yaşamağının başlanğıcı olur. Bu nöqtədə həyat dəyişmir. İnsan birdən-birə dəyişmir, amma daha az qaçır, daha az gizlənir özündən, daha az özünü alladır və belə-belə özünə səmimi olmağa başlayır. Qorxu hələ də var, mənim də qorxularım var. Amma artıq sükan qorxunun əlində deyil, sükan mənim əlimdədir. Sənin də hekayəndə sükan sənin əlində olsun. Qoy iplər sənin əlində olsun. Ali məqsəd qorxunu yox eləməyəcək. Sadəcə onu idarə edən yeri dəyişəcək və sənin bu mövzuda özünə səmimi olmağın lazımdır. Gör hal-hazırda həyatın ipləri nədədir? Sən öz həyatının iplərini hansı mövzuya vermisən? Ali məqsəddə qalmaq və gündəlik həyatımız necə ola bilər? Biraz da bu haqqda danışmaq istəyirəm. Ali məqsəd vs gündəlik həyat. Və artıq üst şuurla real həyatının birləşdirmək vaxtıdır. Bu hissə sənin həyatında ehtiyac duyduğun və eşitmən gərəkən mövzudur. Ona görə daha yüksək fokusla dinləməyini istəyirəm. Çünki ali məqsədini real həyatına tətbiq eləməsən, qaçınılmazdır ki, orada tıxanmalar olacaq. Bu tıxanmaların adı nədir? Sən ali məqsədində tutaq ki, sən içindən gələn sağlam yaşamaqdır və sən birdən-birə bunu eləyə bilmirsən, yavaş-yavaş başlayırsan, biraz səhər yeməyindəki şirniyyatı çıxardırsan, yerinə yumurta qoyursan ki, proteinlə başlayasan günə, insulinin gün ərzində piklərə qalxmasın. Axşam piyada gəzə biləcəyin bir yer var. İndi idman eləməyə hazır hiss eləmirsən, çıxırsan 10 dəqiqə piyada gəzirsən ya da evdə 5-10 dəqiqəlik matını sərirsən, YouTube-dan bir dənə stretch açırsan, başlayırsan biraz flexibility hərəkətlər eləməyə, elastikli hərəkətlər eləməyə, biraz bədəni yumşaltmağa, yavaş-yavaş özünü o hədəflə birləşdirirsən. Sənə burada öz yolumdan bir-iki şey demək istəyirəm. Mənim ali məqsədlərimdən biri, mənim üçün çox dəyərli şeylərdən biri hal-hazırda sənin gördüyün fidanı yaratmaq idi. Və bu asan yaranmadı. Hansı ki, mən sosial media işlətməyə qəti qarşı olan bir ailənin qızıydım və indi mənim ailəm dəyişib, dəstəkləyir, məni və bacımı like eləyir və s. Amma proses belə başlamamışdı. Ali məqsədli olanda qorxular var. Mənim o qorxularımın içində ailəmi itirmək qorxusu da var idi. Amma özümü itirmək qorxusu daha qorxulu gəlmişdi. Ona görə gözə almışdım. Və maraqlı tərəfi isə odur ki, bugün sizin gördüyünüz bu artıq həyat tərzi ilə öz məqsədlərini uyğunlaşdırmış fidan birdən-birə yaranmayıb. Məsələn, hal-hazırda mən burada video çəkirəm və lobidəyəm. Buradan çoxlu insanlar keçir və indi burada qoşduğum, quraşdırdığım şeylərə əsasən keçən insanlar da mənə baxır ki, bu qız nə edir? Amma bu məni narahat eləmir, bu məni qorxutmur, bu mənim üçün çox normaldır. Çünki bu
mənə xidmət eləyir. Bu isə birdən-birə yaranmayıb. Əvvəllər bu daha qısa-qısa başlamışdı. Xoşuma gələn yerlərdə gedib yavaşca prost ekranı açıb nəsə video çəkirdim və sonra Telegramda bu video göndərmək məsələsi ən çox məni gəlişdirdi. Mən oturduğum yerlərdə siz mənə nəsə yazırdınız və mən Telegramdan sizə video ilə cavab göndərirdim. Və belə-belə artıq bir yerlərdə video çəkmək məndə normallaşmağa başladı. Buna özünə icazə vermək də deyə bilərik. Mən özümə icazə verdim ki, bu mövzuda özümü gəlişdirim və bunu özümlə hizalayım. Ali məqsədim video çəkmək deyil. Sadəcə o məqsəd var ki, gelişmək və gelişdirmək. O hissədə çox vacibdir bu müasir dövrdə video çəkmək və videonun görünməyi. Ona görə zehnimdə video məsələlərini də həll etməliydim. Kiçik addımlardan ali məqsədimə necə tapa bilərəm, necə gedə bilərəm? Burada bir istiqamət mövzusu danışacağıq. Ona görə sən artıq Instagramda buna baxmısansa biraz bilirsən, amma bir-iki bilgi də verim ki, ali məqsəd bəli böyükdür və ora böyük addımlarla gedilmir. Çünki sən ali məqsədi həyata keçirməyə çalışsan və birdən-birə ona hoppansan, zehnin elə biləcək ki, burada artıq təhlükə var, başlayacaq səni qorumağa, sən yorğun olacaqsan, sən xəstələnəcəksən, sənin başın ağrıyacaq, bir gün ayağını sındıracaqsan, hər şey alim deyəcək bir-birinə. Ali məqsəd ona görə də birbaşa icra olunmayacaq, parçalanacaq. Kiçik hədəflər burada körpü rolu oynayacaq və ali məqsədimizi həyatımıza sanki sinxronlaşdıracaq, tərcümə eləyəcək. Ali məqsəd kim olum sualının cavabıdır. Kiçik hədəfdə isə o olmaq üçün bugün nə eləyim sualını verməyin və kiçik-kiçik etməyin lazımdır. O bayaqki səhər yumurtası misalı. Bu ikisi ayrılanda insanlar ya xəyallarda yaşayırlar, ya da mexanikada yaşayırlar. Amma birləşdirəndə həyat axmağa başlayır. Düzgün qurulmuş bir kiçik hədəf səni yormayacaq. Əksinə səni özünə yaxınlaşdıracaq, sən də özünü daha yaxşı hiss eləyəcəksən. Çünki hər gün etmiş olmağın rahatlığı olacaq üzərində. Əgər bir addımı atandan sonra sən özünü yerində hiss edirsənsə, bu ali məqsədə tam uyğundur. Bu arada yerində olmaq və ali məqsədlə bağlı olan dərsimiz var bizim məktəbdə, böyük bir modulumuz. O modula qədər insanlar öncə zehinləri ilə işləyir, zehindəki limitlərdən arınırlar, sonra dəyərləri öyrənirlər, sonra o gəlir. Yəni ola bilər ki, ağlında bu sual olsun ki, mən ali məqsədimi riski necə tapa bilərəm? Mənimlə bu yolculuq çox da asan deyil, dərindir, ömürlükdür. Fəqət biraz uzun yoldur. Öyle pat diye ali məqsədin tapılması diye bir eğitimim yoxdur. Ali məqsəd sənə daimi motivasiya verməyəcək. Bu öyrənmən gereken bir şeydir. Amma kiçik hədəflər motivasiya saxlayacaq. Çünki bunu elədim olacaq və bu göstərəcək ki, bir gün mən böyük dəyişiklik eləyəcəm. Halbuki bu kiçik-kiçik olanlar artıq dəyişiklikləri yavaş-yavaş yaradır. Amma yavaş-yavaş və kiçik hədəflərdə görünmür ki, sən dəyişirsən. Amma bir gün gözlərini açırsan və baxırsan ki, wow, mən artıq başqa yerdəyəm. Bax elə indi mənlə bir yerdə videonu dayandır və gözlərini yum. Bax gör 5 il əvvəl hardaydın, bugün hardasan. Ali məqsəd bir anlıq sıçrayış deyil, aydınlıq uyğunlaşmadır həm də. Əsas məsələ odur ki, sən indi içində necə hiss eləyirsən. Əgər indi içində bir narahatlıq, huzursuzluq, mən bura aid deyiləm, mən nə gəzirəm burada sualı varsa, yüksək ehtimalla sən ali məqsədində yox, uğur yolculuğunda və ya başqalarının hekayələrini irəliləyirsən. Ona görə də nəzərə almalısan. Ali məqsədlər kiçik hədəflər olmadan işləmir. Amma nəzərə almaq lazımdır ki, bu kiçik hədəflər sənin ali məqsədinə xidmət eləsin, başqasının yox. Kiçik hədəflərdən danışdıq, bu haqda Instagramda da danışmışdıq, bu videoda danışdıq, amma ağlıma bir şey gəldi. Kiçik hədəflər vaxtı insanlar çox böyük səhvlər eləyirlər. Gəl indi həmin bu səhvlər haqqında danışaq, hansı ki, sənin bu səhvlər sayəsində necə o hədəflərini çarçur eləyirsən və ona sərf olunmuş enerji heyf olur. Kiçik hədəflər niyə səni dayandırır? Kiçik hədəflər səni niyə limitləyir? Hansı ki, səssiz səhvlərdir bunlar, görünməyən tələlərdir və səni ağuşuna alır. Kiçik hədəflər həmişə səni irəli aparmayacaq. Bəzən yerində saxlayır və sən bunun çox gec fərqinə varırsan. Bu adətən səhv deməyək də xətalı hədəflərdir. Birinci səhv nədir? Kiçik hədəfi istiqamətsiz seçmək. Sadəcə nəsə eləyim deyə eləmək və bu zehni məşğul eləmək üçündür. Bu həyatda heç nə eləmir. Bu həmişə sən sadəcə hərəkət edirsən, heç yerə çatmırsan. Bir də var kiçik hədəfi ali məqsəddən ayrı yaşamaq. Yəni sən çox şey eləyirsən, amma niyə elədiyini bilmirsən. Onda həyatın dolu olur, amma mənasız olur. Mənasız bir həyata dəyərmi? Növbəti üçüncüdə isə kiçik hədəf özünü sübut eləmək üçün eləyirsən. Eləcə deyirsən ki, bacarıram, yetərliyəm. Bunu eləmək üçün göstərirsən və bu sadəcə zehninin təsdiq acılığını doydurur, bir şeyə xidmət eləməyəcək. Burada kiçik hədəf səni yoracaq.
Bir də ən çox qarşılaşdıqlarımızdan biri nədir? Hədəfi artırmaq, amma bitirməmək. Davamlı özünə yarımçıq qalan başqa şeylər yaratmaq. Bu da daxili gərginlik yaradır. O vaxt proqramlarımızda bu çalışmanı çox verirdim. Sizə də deyim, mütləq gedin yarım qoyduqlarınızın siyahısını yazın. İstəmədikləriniz üzrə xətt çəkin ki, bunu mən ləğv edirəm. İstədiklərinizi tamamlayın. Qoy beyniniz görsün ki, siz seçə bilirsiniz və istədiklərinizi tamamlaya bilirsiniz. Bir də kiçik hədəfi cəza kimi yaşayanlar var. Eləməsəm pisəm, nə bilim uğursuzam, dayansam geri düşəcəm falan. Qorxu ilə, cəza ilə. Bu davamlılıq zad deyil. Bu elə qorxu mexanizmidir və təəssüf ki, bir şey yaramayacaq. Düzgün kiçik hədəf səni tələsdirmir, səni sıxmır, səni özünlə döyüşə salmır. Sən sadəcə özünü aşaraq eləyirsən. Əgər daxili konflikt varsa, otur o daxili konflikti otur və işlə. Tez-tez deyirəm, balta biləmək. Otur və o baltanı itilə. Otur zehnində bax gör bu niyə olur. İnkişaf gizli bir zorakılıq olmamalıdır. Sən özünə, öz sahənə, öz sərhədlərə təcavüz eləyərək gelişə bilməzsən. Və çox daha önəmli bir məsələ var ki, kiçik hədəf səni dayandırırsa, problem təkcə ölçüsündə deyil, yəni yetəri qədər kiçik olmamağında deyil. Problem həm də istiqamətindədir. Bu istiqamətə baxmağın çox vacibdir. Gör sənin bu kiçik hədəfin çoxalanda nəyə xidmət edəcək? Bu niyə olunur? Əgər kiçik addım yanlış istiqamətdədirsə, səni uzağa aparacaq. Ən uzaqlaşmaman gərəkəndən uzağa. Özündən uzağa. Ona görə də özünə qarşı daha diqqətli olmağa çağırıram səni. Bəs kiçik hədəfləri necə düzəltməliyəm? Nələr uygulamalıyam bu prosesdə? Nəyə ehtiyacın var? Burada biraz reframe eləyək, zehnini yeniləmə eləyək. Bu YouTube videosu olmaqdan çıxıb təlim oldu. Ümid edirəm ki, gerçəkdən haqqını verən insanların qarşısına çıxar və gerçəkdən faydalı olar. Kiçik hədəfi dəyişmək üçün daha çox şey eləməyə ehtiyac yoxdur. Hoqqa çıxartma, sadəcə daha doğru seçmək lazımdır. Kağız qələmin götürmüsən yəqin ki, yapıyoruz şimdi. Nə edirik? Birinci hədəf, hədəfi nəticəyə yox, prosesə bağlamalısan. Yəni bitməlidir yox, bugün bu qədər edəcəm deyə qur. Bugün bu qədəri, məsələn, 100 dənəsi bugün qutarsın, ümumiyyətlə 100 dənəsi bitməlidir, ona fokuslanmaq yerinə bugün 10 dənəni eləməyə fokuslan. Zehin prosesdə rahatlayır, amma nəticə verirsən ona ki, bu nəticəyə çatmalıdır, ona gərginlik gətirir. Çünki onu hələ görməyib. Hədəfini xarici ölçüyə görə yox, daxili uyğunluğuna görə seç. Bir işi elədiyindən sonra özünü biraz daha yerində hiss edirsənsə, o doğru hədəfdir. Amma xarici olaraq təsdiqlənir, amma narahat hiss edirsənsə, nə hiss etdiyinə bax. Hətta bəzən mənə deyirlər ki, Afidən xanım, dediklərinizi eləyəndən sonra daha enerjikəm, yorulmuram. O sırada dediklərim zehin çalışması. Yəni, təbii ki, yorulmayacaqsan, çünki özünə lazım olan şey eləyirsən, zehninlə işləyirsən, çünki zaryadkan qutarıb, çünki baltanın bilənmək vaxtıdır, ona görə enerjiksən. Hətta bəzən görürsünüz, bizim qızlar saatlarla çalışma işlədik filan deyirlər, sizə deyirsiniz ki, elə şey olar, adam yorulmaz, heç adam hiss eləmir. Çünki zaman düşündüyünüz kimi axmır. Bu başqa vaxt danışarıq. Kiçik hədəfi özünü sübut eləməkdən çıxart, bax mütləq, bunu bayaq da dedim. Özünlə etibar qurmaq üçündür kiçik hədəf. Özünü yetərliyəm deyə təsdiqləmək üçün deyil. Ona görə kiçik hədəfləri yükləmə. Özünü yükləmə bunlarla. Hədəfini azaldanda özünü günahlandırma. Bu zəiflik deyil. Sadəcə sən özünə təhlükəsizliyi tənzimləməlisən ki, narahat olma. Hər şey yaxşıdır. Ayın müxtəlif günlərində sənin başqa işlərin ola bilər, sağlamlığında nəsə ola bilər, hər şey mümkündür. Unutma, hər gün eyni enerji yoxdur. Hər gün eyni şey ola bilməz. Zehin bunu bilir. Amma planlar bunu çox vaxt bilmir deyə beynin sənə deyir ki, bax görsən yarıtmadın. Bax görsən yoruldun. Düzgün kiçik hədəflər səni yarışa salmayacaq, səni tələsməyə məcbur eləməyəcək, səni özünlə qalmağa icazə verəcək. Ona görə yaşamına diqqətlə bax, gör hansı hissələrdə özünü tükədirsən, hansı hissələrdə daha ehtiyatlı olmalısan. Və xatırla, sən zəif deyildin, sadəcə zehnini yanlış yükləmişdin və elə burada dəyişim başlayacaq. Özünlə daha az döyüşəcəksən və daha çox irəliləyəcəksən, çünki savaşaraq bir yerə varılmaz. Kiçik hədəfin səni sıxmamalıdır, səni dayandırmadan aparmalıdır, yəni tükətmədən, daimi hərəkətdə saxlayan, səni push eləyən, itələyən bir şey olmalıdır. Bu halda sən daha rahat şəkildə ali məqsədinə xidmət eləyən günlər yaşaya biləcəksən. Və son olaraq məqsəd, ali məqsəd və kiçik hədəflər bir yerdə olanda nə olur? İnsan öz yerində olanda nə olur sualı ilə cavabı birlikdədir. Çox vaxt ya məqsədlə yaşayırlar, ya ali məqsəd haqqında danışırlar, ya da kiçik hədəflərlə özünü məşğul edirlər. Ali insan bunların tamamını birlikdə eləyir. Amma bunlar ayrı-ayrı olanda həyat parçalanır. Çünki enerji sərfiyyatı var. Ali məqsəd bir istiqamətdir.
məqsəd bu istiqamətdə kim olduğundur, kimliyin. Kiçik hədəflər isə hər gün elədiklərin. Bu qədər bəsit. Prosesləri çətinləşdirməyə ehtiyac yoxdur. Ali məqsəd olmasa, hədəflər boş olur. Hədəflər olmayanda isə ali məqsəd xəyaldan ibarətdir. Kiçik hədəflər olmadan isə hər şey niyyətdə qalır. Yəni sənin arzular şəlalələrinin heç bir mənası yoxdur. Unutma, insan öz yerinə düşəndə panikası azalır. Çünki hardan getdiyini, hara getdiyini bilir. Müqayisə, başqalarının yolunda gözü qalmağı söhbətləri qurtarır. İcra prosesi ağrılı olmur. Çünki öz yolundasan. Çünki daxili icazə var. Çünki zihin döyüşmür. Çünki bədən qaçmır. Əgər bunlar varsa ayrı-ayrı işlənməsi gərəkir. İnsan artıq motivasiya axtarmır. Hərəkət üçün çünki onun səbəbi var. Hər gün möcüzə olmur, amma hər gün öz yerində olur. Yəni hər gün göydən nəsə yağmır, amma doğru strategiya ilə irəliləyir, doğru planlama ilə irəliləyir. Bu mərhələdə həyat mükəmməl olmur, amma saxta olmur. İnsan nəyi eləmədiyini də bilir, nə istəmədiyini də bilir və yüngülləşir. Və bu yüngüllük hissi insanı çox yerə aparır. Ali məqsəd həmən səni yüksəldib dağlara qaldırmır, amma öz yerinə qaytarır. Bu sözü məndən çox eşitmisiniz. Paltar yuyan maşın paltar yumalıdır, qab yuyan maşın qab yumalıdır. Qab yuyana paltar qoyanda problemdir, paltar yuyana qab qoyanda problemdir. Hamı öz yolunda olmalıdır. Məqsədin səni sübut elətdirən bir şey deyil, ifadə edən bir şeydir və kiçik hədəflər səni dəyişmir kimi görünsə də səni bir yerdən başqa yerə daşıyan. Ona görə kiçik hədəflərinə hörmət elə, xahiş edirəm. Bir gün insan başa düşəcək ki, artıq harasa çatmağa çalışmıram. Mən getdiyim yerdəyəm, mən yoldayam və həyat bir yolculuqdur. Biz hər birimizə bizim bilmədiyimiz, sadəcə Allahın bildiyi müəyyən bir müddət yazılıb və biz bu müddətin haqqını verməklə yükümlüyük. İnsan öz həyatını seçəndə səsküy, çığırtı, bağırtı qutaracaq və içində əsas vacib o daş yerinə oturur, o vacib formada oturuşur hər şey və siz irəliləyirsiniz. Unutmayın, hər birimizin bu dünyada ortalama 70-80 illik bir ömrü var. 100 il sonra heç bu videonu izləyən adamlar da bəlkə olmayacaq, mən də heç bəlkə YouTube tamamən dəyişəcək. Amma biz indi varıq və indinin dadını çıxarmalıyıq və indinin haqqını verməliyik. Faydasız, qatqısız, boş bir həyat yaşamamalıyıq. Sizi çox sevirəm. Bu videom uzun oldu. Dolu danışdım. Mənim üçün çox dəyərli videolardan biri oldu. Siz bu videonu görürsünüzsə, bu hissəsini artıq bura qədər izləmisinizsə, mən sizə çox xüsusi təşəkkür edirəm. Özünüzü seçdiyiniz üçün və dəyərləndirdiyiniz üçün. Mən bilirəm və fərqindəyəm. Çox vaxt insanlar zehnində belə şeylər düşünə bilir ki, bu qədər şeyi bu niyə açıq təqdim edir, hansı ki bu detallı bir təlim idi az qala. Və bu hissədə bilmən gerəkən bir şey var. Hər bir şeyin zəkatı var və bu bir İslami inanc olaraq demirəm. Ümumiyyətlə hər şeyə xasdır bu və müəyyən bir bilginin müəyyən bir qismi zaten mütləq paylanmalı olandır. Və bu kiçik qisim, böyük qisim böyüdükcə o kiçik qisim də böyüyür də, avtomatik o kəsirin məxrəci söhbətidir. Və unutma, hal-hazırda burada aldığın bilgilər halal xoşun və mənim sənə qəlbdən vermək istədiklərimdir. Bunu sən indi alırsansa, indi alman gərəkdiyi üçündür. Səni çox sevirəm. Səndən ricam sadəcə aktiv olmağındır. Könlün istəməsə bunu da eləmə. Yəni gizli-gizli izləyə bilərsən, yaxşı edirsən. Amma bu mənə dəstəkləyir. İşte rəylərinizdən filan xoşbəxt oluram. Getdiyim hər yerdə video çəkmək üçün həvəslənirəm. Mənə də həvəs lazımdır. Ali məqsəd var, amma mənə də həvəs lazımdır. Qaza gəlirəm, xoşuma gəlir. Çünki ego hər birimizdə var və bu egomu oxşuyur. Çox sağ olun. Və ən vacibi sizə bol-bol uğurlar arzulayıram və suallarınızı rəylər bölümünə yaza bilərsiniz. Neçə özəl və gözəl videolarda görüşənədək 2026-nı maksimum belə kontentlərə ayırmağa çalışacağam. 2026-da maksimum sizə daha çoxunu ötürməyə çalışacağam. Hansı ki mən hər il bunu növbəti il üçün istəyirəm və hər il özümü biraz daha aşıram. İndi isə sənin özünü aşmağının vaxtıdır. Biz bu yolda birlikdəyik, sən tək deyilsən. O həmişə dediyim şey, mən yola çıxanda tək idim, amma sənin fidanın var. Özünə çox yaxşı bax, mən səni çox sevirəm. Gələn videolarda görüşənədək. Hələlik.